Hər kəsin günü uğurlu olsun əzizləyicilər. Bu gün sizə qəşəng bir ev tapmışam. Harda? Bizim köhnə dədə-baba məskənimiz, köhnə kəndlərimizdən biri Qala Ramanında. Düz marşruta, məktəbə, marketlərə 100 metr məsafədə. Buranın da qapıya qədər asfalt deməyinə ehtiyac yoxdur. Abadlığının şahidi olanlar çoxdur, maşallah olsun. Evimiz hardasa bir sot torpaq sahəsində yerləşir. 2 otaqlı bir evdir. Bir yataq, bir qonaq. Bura bizim qonaq otağımızdır. Divanımız evdə qalacaq. Alınan vaxtı sənədimiz bələdiyyədir. Bura bizim yataq otağımızdır. Gördüyünüz kimi qoşa daşla da inşa olunub. Stil sistemimiz mərkəzidir. Yeri buradır. Prosta yay olduğundan çıxardıblar. Burada bizim şirin bir mətbəx hissəmiz. Mətbəx mebeldə həmişə kimi adət-ənənəyə uyğun olaraq qalır. Cavan ailələr üçün çox gözəl bir fürsətdir. Burada bizim hamam sanuzelimiz yerləşir və o necə deyərlər, oturub çay içməyə həyəti var deyəndə, bəli, oturub çay içməyə həyəti də var. Bütün kommunallarımız da qaydasındadır. Hətta burada məclis də qurmaq olar əzizləyicilərim. Gəldik indi isə sizlər üçün ən əsası məsələyə. Qiymətimiz neçəyə? Samir qağamız demişkən, heç neçəyə. 42.000 manata. Real alıcıya da inşallah ev sahibi tərəfindən endirim olunacaq. Köhnə evlərdən biridir. Çox dözümlü, oturuşmuş evdir. Gördüyünüz kimi, bax, hər bir divarın qalınlığını görürsünüz. Buyurub gəlib bu gözəl evimizə cavan ailələr sahib ola bilər. Sağ olun, var olun.